Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu sellem ala nebiyyina Muhammedin ve aleyhi ve sahbihi ecmaîn. Amma ba'd. Biz Salihlerin Baxsası kitabında insanların arasını ıslah etmək bölümündəyik. 31-ci bölümdür. Müəllif Rahmanullah burada bir neçə ayə zikr elədi, sülh barəsində danışdı və sonra birinci hədisi bu bölümdə gətirdi. Kitabda sırayla 253-cü hədis olaraq Ebu Hureyre radiyallahu anhu'dan gelen hadiste demişti ki Allah'ın Resulü sallallahu demiştir. İnsanların üzerine her bir süləməsi üçün sədəqə vardır. Yani her gün güneşin çıxdığı vaxt insanların üzerine ne vardır? Süləmələrin, yani ki sümük ve oynaqlarıdır. İnsan oynaqlarını her birine sədəqə vardır. İki nəfərin arasını ıslah etmək sədəqədir. Bir kişi başka bir kişinin miniyinə minməsinə kömək etməsi sədəqədir. Yani biri ehtiyacı var miniyinə minməyə, sən kömək etsən bilir. Ona kömək edirsən. Bu sədəqədir. Və yaxud da ki, bir kişinin beşi olur, onun miniyinə mindirməsi üçün, beşi qoyması üçün onu qaldırman sədəqədir. Yaxşı kəlmə sədəqədir. Mehdidə aparan hər bir addım sədəqədir. Yoldan əziyyət verən bir şeyi götürməyə uzaqlaşdırmaq sədəqədir. Hədis Buxariyyə Müslimdədir. Müəllif Rahmanullah qabaqda bu bölümdə ayələr, kərim ayələr zikr elədi. İnsanlar arasında ıslah eləmək üçün islahın fəziləti barəsində ayələr zikr elədi və bu hədisi sonra zikr edir. Yani her bir insanlardan her sabahladıkta sümüğü için, oynağı için, her bir oynağı için ne vardı? Sədəqə vardı. Her çıxan günü ve insan sabahladıkta o oynaqlar için sədəqə vermelidir. Alimler, bəzi fəqihlər və hədis əhlindən olan alimlər demişdilər ki, insanın bədənində 360 əza və yaxud da ki oynaq vardır. Və hər bir oynağa görə insanlardan lazımdır ki, güneş hər gün gəldikdə onun üçün sədəqə versin. Yəni 360 sədəqə versin. Lakin sədəqə təkcə malla bağlı deyil. Yəni ki, təkcə pul deyil sədəqə. Yəni. Əksinə Allaha yaxınlaşdıran hər bir şey sədəqədir. Umumi bir mənadadır. Çünki onu edən kəsin feili o sahibinin sadiqliyinə dəlalət edir. Allahın razılığını qazanmağı tələb etməkdə sahibinin razılığına dəlalət edir. Sonra Peyğəmbər sallallahu əleyhi və səlləm bəyan edir ki, iki nəfərin arasını ıslah etmək sədəqədir. Yəni iki kişinin bir-birindən sporu düşübdür və sən onların arasını ıslah edirsən. Onlar arasında adilliklə hökm verirsən. Yani tabii ki bu adillik şəriətə müvafiq olan bir şey olmalıdır. Şəriətə müxalif olan bir şey olmamalıdır. Bu şəriətə müxalif olan hər bir şey zulm və günahdır. Və bunun üzərində biz deyirik ki, bu dünyada qoyulan bu qanunlar ki var, Allahın hökmü, onun başqa hökmlər ki var. Bəzi insanlar onunla hökm verirlər, Allahın şəriətinə müxalif olaraq. Yəni bu adil ola bilməz israfdır. Yəni, bu adillik deyil. Əksinə bu günah və zulm batildir. Kim etiqad eləsə ki, bu həmin dünya hökmləri Allahın hökmü kimidir və yaxud da ondan daha yaxşıdır, o insan kafir və Allahın dinindən dönmüş mürtəd olar. Kim onu etiqad edərsə də. Çünki Allah Taala'nın sözünü, qövlünü yalanlamış olur. Allah Taala Qur'anda deyir ki: "Və men ahsanu minallahi hukman liqawmin yuqinun." Yəni iman gətirən qövm üçün Allahın hökmündən daha bir hökm verən ola bilməz. Yaxşı hökm verən ola bilməz. Yəni bunu görənlər yalnız iman gətirən kəslərdir. Onlardan başqalarının qəlbi buna bağlanıbdır. Yəni Allahdan başqa bir nəfər də gözəl hökm verə bilməz. Yəni bunu yalnız kim başa düşür? Bunu iman gətirən kəs. Amma Allah Taala kimin bəsirətini bağlı edirsə də onu bilməz. Əksinə onun əməli ona, pis əməli ona gözəlləşdirər və onu yaxşı görər. Allah qorusun. İki nəfərin arasını ıslah etmək, yəni onlar arasında hökm vermək
istər həmin kəs öz ixtiyarınla və yaxud da ki, əmr sahibi tərəfindən təyin olunmuş bir kəs olsun, fərqi yoxdur. Yəni, bu ikisi də buna daxildir. Ola bilsin ki, iki nəfərdən birinin hansının doğru olduğu görsənməyə bilər, bəyan olmaya bilər. Belə olduğu halda yol tapılmadıqda islahata gücü çatdığı qədər yol axtarmalıdır ki, bunlar arasını islah etsin. Qabaqda bizim üçün keçmişdir ki, qabaqda bundan öncəki dərsdə ki, əgər iki tərəf də paxıllıq edərsə də, iki tərəf də öz haqqını tam dəqiqliyi ilə istəyərsə də, onda sülh eləmək mümkün olmayacaqdır. Yəni, bir insan öz qardaşından hər bir dəqiqlik haqqını istəyir. Yəni, bu halda ıslah eləmək mümkün deyil bunların arasında. Və sulh-u xeyr, Allah tadı ki, sulh xeyirdir. Və uxtirətil ənfusu şuh. Yəni, nəfslər paxıllığa istəyir. Paxıllıq var nəfslərdə. Nəfslər paxıllıq var ki, buna meyil edib, buna çalışır. Yəni, burada sülhə vardır ki, işarə vardır ki, insana lazımdır ki, paxıllığı özündən uzaqlaşdırsın. Yəni, öz haqqını kamil olaraq tələb eləməsin. Çünki iki tərəf də öz haqqını kamil olaraq tələb eləsə, burada bunlar arasında sülh alınmayacaqdır. Əksinə, bunlar lazımdır ki, bəziləri, bəzi haqlarını bir-birlərinə keçsinlər ki, burada sülh alınsın. فإذا لم يمكن الحكم بين الناس بالحق بل اشتبه على misal üçün insanlar arasında haqqıyla hökm vermək, tam haqqla hökm vermək mümkün olmadıqda, əksinə bir insana dəlil qarışıq düşübdür. Bilmir ki, yəni bu tam dəlil nəyə dair ki, burada kimdir haqlı? Yəni, belə olduğu halda bu insanların, bu iki nəfərin spor edən halını da insan bilmədikdə, yalnız bu halda neylisən? Deyirsən ki, hamı bir-birinin haqqını keçsin, sülh edək, barışıq olsun. Bilinmir də, yəni tam tutmaq olunur ki, kim haqlığı verdir, kim haqsızdır. Peyğəmbər sallallahu ki, iki nəfər arasında ıslah etmək sədəqədir, bir kişinin miniyinə minməsinə kömək etmək sədəqədir və onun beşini qaldırıb miniyinə mindirmək, beşini qaldırıb onun miniyinə kömək etsən, bu sədəqədir. Yəni, sədəqələrdəndir bu əməl də, nə deyir? Sədəqələrdəndir. Sən bir kişi miniyinə minmək istəyir, kömək edirsən, miniyinə minir, əlindən tutursan, yoxsa qaldırırsan, kömək edirsən bu formada. Ki, bacarmayanda sən onu kömək edirsən. Və yaxud da ki, onun yükü olur, beşi olur, onu miniyə yığmağa kömək etsən, bunun sədəqə olduğunu bildirmişdir Peyğəmbər sallallahu əleyhi və səlləm. Yoldan əziyyət verən bir şey götürmək sədəqədir. Görürsən, yolda insanlara əziyyət verən bir şey var, uzaqlaşdırırsan oradan, bu sədəqədir. İstər daş olsun, istər şüşə olsun, istər qarpız qabığı olsun. Buna oxşar, əyğına eliş, paltarına eliş edib bir şeylər olsun. Nədir? Bunlar yoldan uzaqlaşdırmaq, bu sədəqədir. Mühüm odur ki, hər bir əziyyət verən bir şey yoldan yığışdırmaq, götürmək, bu sədəqədir. Yəni, sən bunu sədəqə etmiş olursan. Yaxşı. Yəni, əgər yoldan əziyyət verən bir şeyi götürmək sədəqədirsə də, onda əziyyət verən bir şey yola tullamaq günahdır. Pis bilənlərdir. Yəni, məsəl üçün görürsən ki, yolun ortasına zibillər tulluyurlar. Zibil tulluyur insanlar var. Zibillərini yolun ortasına tulluyurlar. Və yaxud da ki, sirkli suyu həyətdən yola axıdırlar, bazarlara axıdırlar, insanlara əziyyət verir. Yəni, bu başqa bir nədir? Məqsədədir. Yəni, suyu axıtmaq və hansı ki, o suyu Allah Subhanahu taala yerdə saxlayır, sən onu yerdən çıxardırsan, artizanlar, quyular da olur, bunu oxşar və yaxud da ki, bulaqlar. Sən o suyu götürsən, sıraf edirsən o suyu. Allah Teala deyir ki, فَاَنْزَلْنَا مِنَ السَّمَاءِ مَاءً Biz göydən suyu indirdik, yəni bulutdan suyu indirdik. فَاَسْبَيْنَاكُمُوهُ Yəni onunla sizi içizdirdik, sizi su verdik. وَمَا أَنْتُمْ لَهُ بِخَازِنٍ Siz onu qoyub saxlaya bilmirsiniz. Yəni ki, belə deyək ki, indi baklar var, hovuzlar var, suyu saxlayırsan, amma o suyu yerin dibində o saxlayan Allah Subhanahu taaladır. Biz onu oradan çıxardırıq. Bunun üçün də görsək ki, bir insan suları yolun ortasına axıdır və bu əməlində bu və yaxud da ki,
israf edir, fikir vermir ki, bu kimi ümmətə ziyan verəcək, cəmaata ziyan verəcək, yoxsa yox. Və yaxud da ki, bununla bu suyu götürən şərikli insanlar var da, bu axıdır suyu, ehtiyacı yoxdur, amma suyu axıdır. Bağlasa başqa insanlara daha rahat su gedər. Belə bir şey görəsi olsan, bu görəcəksiniz, bu insan öz idarəçiliyində çox israf etmiş, pis əməl etmiş olur və israf edənlərdən sayılır. Allah Subhanahu taala da israf edənləri sevir. Yəni baxırsan ki, bəzi yerlərdə cəmaatın suya ehtiyacı var. Bu da bu əməlindən bu suyu zəruri olmadan istifadə edir və bu zərəri ümumi insanlara vurur. Mühüm odur ki, yəni bazarlarda, insanların yollarında belə bir əməl olması olsa, bu pis bir əməl etmiş olur və lazım, vacib olan odur ki, bu pis şeyləri oradan uzaqlaşdırmaq. Kim onu uzaqlaşdırarsa da o sədəqə vermiş və yaxşı olmuş insanlardan sayılır, ihsan edən insanlardan sayılır. Yoldan əziyyət verən şeyi uzaqlaşdırmaq sədəqədir, yaxşı kəlmə sədəqədir. وَلِلَّهِ Yəni, yaxşı kəlmə sədəqədir, bu iki qismə bölünür. Var kəlmə özü-özündə yaxşı olması, var qayə. Məsəl üçün, zatında yaxşı olan, zikr, la ilahe illallah, Allahu ekber, elhamdülillah, la havle və la quvvətə illə billah. Ən əfsən zikr də Quran oxumaqdır. Lakin, qayəsində yaxşı olan, məsələn, mübah kəlmələr. Yəni, sən mübah bir kəlmə danışırsan, məqsəd, qayə nədir? İnsanlarla danışıb, sənin qəsdin insanlara yaxın olmaq, olan qəlblərinə sevgi salmaq, mübah bir söz danışırsan, demək, qayə nədir? Aparır bu şeyə çıxarır. Və inə hədəb kələm, bu kələm özü-özlüyündə, zatında yaxşı kəlmə kimi olmasa da, yəni ki, la buna oxşar zikir kimi olmasa da, lakin qayəsi yaxşıdır. Yəni, mübah bir söz danışırsan, nə günah var, nə səbəb var, amma qayən yaxşı olduğu kimi nədir? Bu da sədəqədir. Yəni, qardaşlarından ikimizi qəlbinə xoşbəxtlik daxil etsən bu sözünlə. Bununla sən Allaha yaxınlaşırsan. Yaxşı kəlmə sədəqədir, bu umumi bir sözdür. Umumidir, yəni bildik ki, bu iki qismə bölünür, özü-özündə də. Məsciddə namaza aparan hər bir addım sədəqədir. Məsciddə aparan hər bir addım sən qoyduqda, sən evindən çıxır, məscidə getdikdə gör nə qədər addımlar atırsan, sən buna görə sən sədəqə yazılır. Sən evindən gözəl şəkildə dəstəmaz alırsan, çıxırsan evindən, məscidə yalnız sənin çıxaran evindən namazdır. Çıxır məscidə namaza gedir. Bu halda hər bir addıma görə sədəqə yazılır sənin üçün. Və necə ki hədisdə gəlir, yəni insan bunu etdikdə Allah Teala onun dərəcəsini qaldırır, onun günahını silir. Yəni bu böyük bir fəzilətdir. Yəni evində dəstəmaz al, çıx məscidə get, səni yalnız evindən çıxaran namaz olarsa da üç şey fayda ilə müjdələ gələn. Birincisi sədəqə, ikincisi dərəcənin qalxması, üçüncüsü isə günahının silinməsidir. Və kulli hədə min ni'milləhi azza və cəl. Bunlar hamısı Allah Taala'nın nemətlərindən. Gələn sədə inşallah bu bölümdə ikinci dərs götürəcəyik.